Azərbaycan və Mərkəzi Asiya Türk Respublikaları müstəqilliyini bərpa etdikdən sonra Türk dünyasının öz gücünü bütövlükdə bərpa etmək imkanı yarandı. Və bu imkana yol açmamaq üçün, onun yolunu qapatmaq üçün erməniləri Azərbaycana qarşı qaldırdılar. Və bu gərgin şəraitdə də o vaxt Sovet dövrünün son illəri və Sovet dövründən sonra müstəqilliyin bərpa olunmasının ilk illəri bizim nə apara biləcəyi bir siyasətimiz yox idi həmin dövrdə. Nə siyasətçimiz vardı, nə siyasətimiz vardı. Və nə də ümumiyyətlə nə iqtisadi hərbi gücümüz vardı, heç biri yox idi. Və o şəraitdə o 4-5 il ərzində baş verən hadisələr vəziyyəti biraz da mürəkkəbləşdirdi. Yəni biz hər gün, hər həftə, hər ay nəyisə itirməyə başladıq. Və 93-cü ildə axırda gəldi bu fəlakətlərin ən pik həddinə çatanda artıq cəmaət başa düşdü ki, xalq başa düşdü ki, yox, bu şəkildə davam edə bilməz. Və bütün xalqların tarixində belə şeylər olub. Xalq ən sonuncu addımına gəlib çatanda, mövcud olmaq və ya olmamaq haqqında artıq düşünməyə məcbur olanda, belə bir dilemma qarşısında qalanda, sonda həmişə xalqlar müdrik qərar verir. Və bu müdrik qərar 93-cü ildə verildi Heydər Əliyevin hakimiyyətə dəvət olunması ilə. Və Heydər Əliyevin hakimiyyətə gəlməsi indi baxın, keçən hər gün bizə daha çox məlumat verir keçmiş haqqında. Heydər Əliyevin hakimiyyətə dəvət olunması vəziyyəti tamamilə dəyişdi və kimə qarşı dəyişdi, nəyə qarşı? Ermənilərə qarşı yox, bütün dünyaya qarşı, Türk dünyasına düşmən olan, düşmənçilik siyasəti yeridən bütün güclərə qarşı vəziyyəti dəyişdi. Və biz nəyin şahidi olduq? Baxın, indi Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun həyatının böyük bir hissəsi qapalı yaşanıb. Amma bir hissəsi sərdən axşama kimi kamera altında yaşanıb. Yəni, hamı uşaqdan böyüyə qədər, səhərdən axşama kimi Heydər Əliyevin hansı görüşlər keçirdiyini, hansı sözlər danışdığını, hansı çıxışlar etdiyini hamı şahidi olmuşuq. Amma bir hissəsi də qapalı dövrdür. Yəni, o xüsusi xidmət orqanlarında çalışdığı zaman, Azərbaycan Respublikasına rəhbərlik etdiyi zaman və SSR mərkəzi hakimiyyətində çalışdığı zaman göstərdiyi fəaliyyətin bir hissəsi açıqdır, bir hissəsi qapalıdır. Bu qapalı hissəsindən haqqında, bu qapalı hissəsi haqqında təsəvvür nə zaman yarandı? Mən deyərdim, ilk dəfə Pravda qəzetində Heydər Əliyev haqqında yazı getdi, Əliyevşina adında, Əliyevçilik adlı bir məqalə getdi. Bu Sovet İttifaqının son illəri idi. Səhv etmirəmsə 90-cı il idi. Və orada Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə, eləcə də mərkəzi hakimiyyətdə, Moskvada çalışdığı illərdə etdikləri bir növ təhlil olunmuşdu həmin məqalədə və kəskin şəkildə Heydər Əliyev tənqid olunurdu. Amma niyə görə tənqid olunurdu? Rus mətbuatı Heydər Əliyevi tənqid edirdi ki, Heydər Əliyev mərkəzi rəhbərliyə, SSR-nin mərkəzi rəhbərliyə, yəni Mərkəzi Komitənin baş katibinə, Leonid Brejnevə yaxın münasibətindən istifadə edərək İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayıra bilib. İttifaq miqyasında hazırlanmış bəzi iqtisadi layihələrin Rusiya ərazisindən Azərbaycan ərazisinə köçürülməsinə nail olub. Məsələn, hansısa böyük bir iqtisadi vahid, bir sənaye obyekti Rusiyanın hansısa bir vilayətində tikilməli idi. Heydər Əliyevin səy nəticəsində o orada yox, Azərbaycanda tikilib. Məsələn, elə tək Sumqayıt kimya emalı sənayesini göstərmək kifayətdir ki, bu çox nəhəng bir sənaye Azərbaycanda tikilib. Amma məsələn, bu Rusiyanın hər hansı bir vilayətində tikilə bilərdi də. Yəni, xüsusilə biz Rus şovinizmini, Rus imperiyaçılığını nəzərdə tutsaq ki, onlar niyə bunu Azərbaycana verməli idilər bu imkanları, bu iqtisadi inkişaf imkanını, sənaye inkişaf imkanını. Eləcə də Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycan ən geridə qalmış aqrar ölkədən ən qabaqcıl ölkəyə çevrildi və yadındadır ki, 16 və ya 17 dəfə keçici bayraq aldı. Yəni, bu sosializm yarışı deyirdilər. Kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə
istehsal həcmi bütün digər respublikalardakından daha yüksək oldu. Və neft-qazdakı öz yerində, yəni Azərbaycanın neft-qaz resursları bütövlükdə həmişə SSR-nin ümumi xəzinəsinə çalışıb da, Azərbaycana çalışmayıb ki. Amma buna baxmayaraq Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə həmin neft-qazın da Azərbaycana faydasını qaytara bilib. Yəni, bu qədər neft ayırma zavodları Azərbaycanda tikilib, gəmi qayırma zavodu tikilib. Yəni, neft-qaz industriyası ilə bağlı bütün böyük iqtisadi güc mərkəzləri Azərbaycanda yaradılıb. Bunu bəlkə də, məsələn, çox uzun illər sonra araşdırmaçılar araşdırıb bu qənaətə gələcəkdilər. Amma Rus jurnalistləri bunu 90-cı ildə yazdılar və buna görə Heydər Əliyevi tənqid etdilər. Və bu bir daha açıq aydın göstərdi ki, Heydər Əliyev vəzifədə olduğu bütün illərdə, bütün dönəmlərdə, istər Azərbaycanda, istər Moskvada, elə Azərbaycan üçün çalışıb. Və ona görə də 93-cü ildə onun hakimiyyətə qayıtmasının tələb olunması tam təbii bir proses idi. Niyə? Çünki bu qərarı xalq verdi. Bu ayrı-ayrı məmur oyunları, Moskvanın tapşırığı, rol oynamadı artıq. Çünki gərginlik o həddə qədər gəlib çatdı ki, artıq Azərbaycan dövlətçiliyinin mövcudluğu sual altında idi. Və xalq başa düşürdü ki, yox, bu şəkildə davam edə bilməz. Və ona görə də Heydər Əliyevə müraciət elədi. Və 93-cü ildə qaydandan sonra baxmayaraq axıl yaşlarında adam gəldi hakimiyyətə. Amma baxın, yenə də 24 saatın, bəlkə də 20 saatını adam çalışırdı. Və bu hissəsi fəaliyyətin artıq kamera qarşısındaydı və hamımız görürdük ki, səhərdən axşama kimi o yaşda adam nə əziyyətlərə qatılaşır. İndi biz bir xalq olaraq mövcudluğumuzu davam etdirmək və inkişaf etdirmək istəyiriksə, biz öz tariximizə düzgün, ədalətli dəyər verib, qiymətləndirib və bir ümumxalq minnətdarlığımızı hər zaman ifadə etməliyik ki, və onu da edirik. Baxın, indi heç kimə, heç bir göstəriş, protokol falan olmadan hər bir adam Azərbaycanda, dünyanın başqa yerində yaşayan Azərbaycanlılar Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində oynamış olduğu rolu artıq daha aydın, dəqiq dərk edir. Bəlkə 20-30 il qabaq hələ bəzi adamların düşüncəsində, beynində biraz tərəddüd var idi. Amma bugün artıq bütün, hətta Heydər Əliyevdən sonraki hadisələrin gedişi hər addımda bir daha göstərdi ki, 93-cü ildə Heydər Əliyevin gəlməsinin nəticəsidir ki, biz buna nail ola bilirik. Və addım gəlib torpaqlarımızı, deyərdim ki, artıqlaması ilə qaytarmağa nail olduq. Və qarşıda duran məsələlər də yenə öz həllini tapacaq. Biz Ermənistan ərazisində də öz yaşayışımızı təmin edəcəyik və indi bugünkü Azərbaycanın qlobal arenadakı mövqeyinə, yerinə, çəkisinə baxanda biz Heydər Əliyev siyasətinin nə qədər dəqiq, düzgün olduğunu və nə qədər nizamlı şəkildə istiqamət verici olduğunu görürük. Zamanında Türkiyə ilə, Türk dünyası ilə, Çin ilə, Amerika Birləşmiş Ştatları ilə, Avropa ilə, dünya ilə, İsrail ilə... Dünyada hətta bir-birinə qarşı düşmən münasibət göstərən dövlətlərlə Azərbaycanın hər iki tərəflə çox yaxşı əlaqələri var, çox müsbət əməkdaşlığı var. Və bu, Azərbaycan dövlətinin apardığı siyasətin praqmatikliyindən irəli gəlir. Ağıllı, düşünülmüş, uzun illərə hesablanmış proqramlardan, layihələrdən irəli gəlir.